bugün iş saatında Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının fəaliyyətindən danışacağıq. İş saatının bugünkü qonağı Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının müdiri Elnur Əliyevdir. Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının fəaliyyətinin əsas istiqaməti özünə məşğulluğa cəlb edilmiş şəxslərin ilkin, aralıq və yekun monitorinqləri, habelə haqqı ödənilən ictimai işlər üzrə cəlb edilmiş şəxslərin ilkin və təkrar monitorinqlərdir. Bu monitorinqlər Respublika üzrə həyata keçirilir. Sizin əməkdaşlar hər zaman yerlərdədirlər, müəyyən ərazilərdə, səfərdə, ezamlarda olurlar. Biz hal-hazırda Kuzun kəndi yolundayıq. Biz qalmışıq yolun ortasında. Getmə şəraiti heç cürə alınmır. Görünən yollarla hal-hazırda gəlmişik Sarıbaş kəndinə. Kənd hələ yüksəklikdədir. Bugünkü istiqamətimiz Zaqatala rayon Cimcimaq kəndidir. Həmin kəndlə bərabər biz bugün Ələsgər kəndində olacağıq. Kəndə getmək üçün çay yataqlarını keçmək lazım. Bu ilin may ayına qədər olan tarixdə 152.809 şəxsin monitorinqlərini həyata keçirilib. Ümumiyyətlə, bu yoxlamalar necə həyata keçirilir? Görürük ki, 1 nəfər, 2 nəfər əməkdaş ezam olunur yerlərə. Onlar bu prosesi necə həyata keçirirlər? Əməkdaşlar ilk öncə vətəndaşlarla telefon əlaqəsi qurur. Ondan sonra ünvanlarına baxış keçirirlər və hər zərfə görə də özünə məxsus suallar var. Video çəkiliş olunur və bütün məlumatlar məşğulluq adı sistemində yerləşdirilir ki, bizdən sonra digər filial ona uyğun olub-olmamasını qərar verə bilsin.